Başladıq uşaqlar həqiqi ədədlərdən. Birinci sual, ikinci sual yeni tipli suallardır. Aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir? Burada uşaqlar heç bir cümlə falan artıq deyil, heç bir şəkil artıq deyil. Yəni cümlə tam olaraq düzgün versiyası verilibdir, budur. Məsələn, biraz yanaşma tərzi başqa cür yanaşacaq. Deyir ki, 13 ədədindən 18 vahiddən kiçik məsafədə, həmçinin ikinci sualı işləyəcəm, böyük məsafə deyir orada. 13-ün üzərinə 18 gələcəksin, 31, 13 çıxılsın 18, -5. Əgər kiçik məsafədə yerləşən ədədləri deyirsə, -5-dən 31-in arasında olan qiymətləri götürəcəksən. -5-dən 31-in özü də olmaz. B və C bəndi olmaz. Cavab olacaq burada nə? 31, -5 arası, -4 D bəndi olacaq. İkinci sualda isə aşağıdakı ədədlərdən hansı ədəd oxunda -8 ədədindən 10 vahiddən böyük məsafədə yerləşər deyir. Demək, -8-i qeyd elədim. -8 buradır. 10 vahid üzərinə gəlsəm 2, 10 vahid çıxsam -18 verəcək. Böyük məsafə dediyi üçün artıq orta hissəyə baxmayacaqsan, qıraq hissəyə baxacaqsan və -18 ilə 2-nin özü təbii ki, aid ola bilməz. A bəndi və B bəndi deyil. -18-dən kiçikləri və 2-dən böyükləri götürəcəksiniz. Burada böyük sözü sizi çaşdırmasın, xahiş edirəm. Kiçik məsafə deyəndə ortasına baxırsan, aldığın qiymətlərin. Böyük 10 vahiddən böyük məsafə, müəyyən bir vahiddən böyük məsafə deyəndə isə qıraqlara baxacaqsan. 2-dən böyük burada D bəndi var, həmin o hissəyə düşən. Belə bir modulyar sualdır uşaqlar. Deyir ifadəsini sadələşdirin. Modul tipi suallar sənə veribsə əgər, modul tipi suala aid misal məsələ veribsə, düşübsə imtahana, nə etməlisən? Birinci ki, özün axtarmalıdır şərt. Şərt yoxdursa, şərti özün tapmalısan. 100%, yəni şərtdən istifadə etməlisən 100% və ya özün tapıb istifadə etməlisən. Bu artıq qulağıma sırıq elə bunu. Və modul tipi suallar varsa, modul işarəsini saxlaya-saxlaya misalı həll etmək olmaz. Sırf bunun üçün elə bizə şərt lazımdır ki, modulun içərisində müsbət və yaxud da mənfi olduğunu sən araşdırıb tapa bilərsən. Modulun içərisində müsbətdirsə, hər şeyi necə varsa elə olduğu kimi çıxardacaqsan. Modulun içərisi mənfidirsə, ifadənin qarşısına mənfi atıb moduldan çölə çıxardacaqsan və artıq modul işarəsini yazmağa dəyməyəcək. Bizdə heç bir şərt verməyibdir. Mən özüm məntiqsel olaraq fikirləşməliyəm ki, kök 6, üzr istəyirəm, A üstü 6 üstəgəl 2, A üstü 4 üstəgəl 1 ifadəsi həmişə müsbət bir ədəddir. Bunun onsuz da şərtə ehtiyacı yoxdur. Üstücüddür, bu da sadə 1-dir. A üstü 6 üstəgəl 2, A üstü 4 üstəgəl 1 ifadəsi A-nın bütün qiymətlərindən müsbət cavab aldığı üçün modulun içərisində özü olduğu kimi çıxacaq. A üstü 6, üstəgəl 2, A üstü 4, üstəgəl 1. Misala çıxma var, ehtiyatlı olaq. Digər möhtəsəli uşaqlar sizin üçün mənfini işləyəcəyəm. Qırmızı işləyəcəyəm daha doğrusu. Mənfini çıxartdım burada, sən anlayasan deyə. A üstü 6, üstəgəl 2, A üstü 4, üstəgəl 9. Möhtəsəni bağladım, modulu bağlayıram. Sən bilirsən ki, bu ifadənin cavabı həmçinin müsbətdir. Müsbətin qarşısına mənfi atıbdır uşaqlar. Onda bu modul içərisindəki ifadə sənə mənfi verəcək. Modul içərisindəki ifadəni modul çölə çıxardanda bu mənfisi siləcək. Necə olub o mənfi silinir? Qarşısına mənfi atır uşaqlar. Mənfi dəyir, olacaq burada müsbət. Yəni bu modul içərisindəki ifadə bax bu vəziyyətə çıxacaq çölə. Misalın bu mənfisinə dəymək haqqın yoxdur. Necə olacaq? A üstü 6, üstəgəl 2, A üstü 4, üstəgəl 1. Çıxması var deyə uşaqlar hər birindən gəlib dəyir. Olacaq çıxılsın A üstü 6, çıxılsın 2, A üstü 4 və çıxılsın 9. Cavab qaldı 1 çıxsın 9, -8. Belə bir sual var. A ilə B-nin cəmi -12-dir. A ilə B-nin hasili 2-dir. 0-dan böyük və ya 0-dan kiçik şərt verməsə də, belə bir alternativ uşaqlar şərt verib sizə. Burada bəzi dostlarımız bu B-ilə bu B-ni aparır ixtisar. Elə şey ola bilməz uşaqlar. Çünki misalda modul işarəsi qala-qala sən nəsə edə bilmərsən. Ortaq məxrəcə gətirməyi belə düşünmə. Ortaq məxrəcə gətirdin, gəlib tıxanacaqsan. Modul işarəsi çünki olduğu kimi qalacaq. A ilə B-nin sənə işarəsi lazımdır. Düzdür, burada A işarəsi lazım deyil, bizə B-nin işarəsi lazımdır. Çünki A-nın modula falan salmayıb. Bizə İM-nin uşaqlar burada modul B içərisində yazılan B hərfinin işarəsi lazımdır. Baxıram ki, 2 ədəddir, cəmləri mənfidir, hasilləri müsbətdir. Demək, bunların hər ikisi mənfi imiş ki, mənfini mənfiyə vurublar, müsbət tapıblar. Mənfinə mənfinin cəmi mənfi tapıblar. A-nın mənfi olması bizim üçün heç bir xüsusi bir şey daşımır uşaqlar. Çünki modul falan verməyibdir. Mən bu misal olduğu kimi saxlayacağam. 1 bölünsün A, çıxılsın. Müsbətlik, mənfilik bizə burada modul ifadəsi üçün lazımdır. Modul ifadəsinin içərisi mənfi olduğu üçün
Modul içərisindəki B hərfini qarşısına mənfi ataraq çıxartdı çölə. Məxrəcdəki B kvadratına toxunma. Qoy bu mənfi gəlsin, dəysin bu mənfiyə. 1 bölünsün A üstəgəl B bölünsün B kvadratı. İndi bax, ixtisara apara bilərsən. Qalacaq 1 bölünsün A üstəgəl 1 bölünsün B. Ortaq məxrəcə gətirsən AB verəcək. Yuxarıda B üstəgəl A qalır və misalın uşaqlar həm müsbətlə məxrəcinin cavabını veribdir. -12 bölünsün 2 cavab olacaq -6 C bəndi. Belə bir məşhur sual uşaqlar. X çıxılsın Y-in cavabı 5-dir. 2 modulyar tipli sualların cəmini sənə 0 veribsə, bil ki, bu hədlərin hər biri 0-dır. Burada modulyar verməsə uşaqlar belə verə bilər. Başlarına 2 və yaxud da hər hansı bir cüt qiyməti qoya bilər və yaxud da başqa bir versiya uşaqlar kök 6 verə bilər. Kök 6 verirsin. Cüt dərəcədən təbii ki, cüt yazın burasına, bir də cüt yazıq burasına. Hər 3 halda hər iki ifadənin cavabını 0 bərabər eşit hesablayacaqsan. Yəni x çıxılsın A üstəgəl 7 bərabər 0. Bir dəfə də y üstəgəl B çıxılsın 13 bərabər 0. Bunu tapdın. Alternativ olaraq sənə x çıxılsın y haqqında məlumat verdiyi üçün tərəf-tərəfə çıxacağam uşaqlar. Demək, x çıxılsın A üstəgəl 7 çıxacağam bu ifadəni. Çıxılsın y qarşısında mənfisi var da, ehtiyatlı ol. Çıxılsın B, bir də bu neçə idi? -13 idi. Gəlib dəyəcək buna olacaq müsbət 13. 0-dan 0 çıxanda sənə verəcək 0. X çıxılsın y çıxılsın A çıxılsın B. 7, 13, 20 verəcək. Misalın cavabı 0-dır. X çıx y-in cavabı müsbət 5-dir. 5 çıx A çıxılsın B üstəgəl 20 bərabər 0. 5 ilə 20-ni saxla 25. Mənfi A ilə mənfi B at bu tərəfə olacaq. A üstəgəl B 25 uşaqlar. Misalın cavabı hazırdır. Bu tipli suallar da uşaqlar çox sual gəlir mənə. AB kvadratının cavabı mənfidirsə, üstü cütlərdən yapışacaqsan burada birinci. Üstü cütdür. B-nin ifadəsinin cavabı müsbət ola bilər, mənfi ola bilər uşaqlar. Mənim vecimə deyil, veciniz olmasın o. B-nin kvadratının işarəsi müsbətdir. Müsbəti nəyəsə vurublar, cavab mənfi eləyibdir. Onda A-nın işarəsi mənfi imiş. Qıraqdan yazım 0-dan kiçiymiş. Bir də bura baxıram. Burada B və C haqqında məlumat yoxdur deyə avtomatik bura baxmalıyam. AB kvadratı böyükdür AB-dən. Hər tərəfi A-ya ixtisar aparsam uşaqlar. İşarəsini bilirəm A mənfidir. A mənfidirsə, bərabərsizin mənfinin arası yoxdur. Bərabərsizin hər tərəfini mənfidə də vurduqda və ya böldükdə işarə olaraq bərabərsizlik daha doğrusu işarə olaraq özünü saxlaya bilmir. Əksinə dəyişəcək. Mən bunun hər tərəfini A-ya böldüm. B kvadratı kiçik idi, B oldu. Burada artıq B-nin işarəsini bilmədiyim üçün hər tərəfi B-yə ixtisar aparmaq olmaz uşaqlar. Gərək işarəsini bilim ki, mən bilim ki, bunu dəyişəcək, yoxsa dəyişməyəcək. Niyə edəcəm bəs burada ixtisar apara bilmirəmsə? B-ni atacağım B kvadratının yanına, belə deyək. B-nin ortaqlığı çıxarsan qalacaq B çıxılsın 1 bərabər 0. Buranın sıfıra çevirən qiyməti 1 0-dır. Buranın sıfıra çevirən qiyməti isə 1 uşaqlar. İntervala girməlisən çünki bərabərsizlik dərsidir. 1-dən böyük 2 qoysan misalda burada və yaxud da burada fərqi yoxdur. 2 qoysan 4 çıx 2 müsbətdir. 0 ilə 1 arasında 0,7 məsəl üçün qoydum. 0,49 çıx 0,7 mənfi eləyir. 0-dan kiçik -1 qoysam, -1-in kvadratı 1 çıxılsın -1 müsbət verəcək uşaqlar. Bizə nə lazım idi? 0-dan kiçik olması lazım idi. Cavab olacaq 0-dan 1 arası. B ifadəsinin cavabı 0-dan 1 arasında olmasına baxmayaraq, amma müsbətdir də təbii ki. 0-dan nə qədər imişsə. B-nin cavabı müsbətsə, C-nin cavabı mənfidir. Demək, A mənfidir, B müsbətdir, amma 0-dan 1 arasında yerləşir uşaqlar. C isə mənfi olacaq. A ilə C hasili mənfi vur mənfi müsbət eləməlidir. B səhvdir. ABC hasili mənfi vur müsbət mənfi eləyəcək. Bu da səhvdir. A ilə C-nin cəmi hər ikisi mənfidir. Yəni misalın cavabı mənfi etməlidir. Tulla. B ilə C-nin fərqi müsbətdən mənfi çıxanda uşaqlar B-yə məsəl üçün 0,7 qoyum, C-yə -3 qoyum. 0,7-dən -3 çıxanda eləcə 3,7. Bu misalın cavabını müsbət verib cavab olacaq C bəndi. Daha A bəndini yoxlamadım. A üstü 101 vurulsun, B üstü 2 0-dan kiçikdir. Uşaqlar üstü cütdür. Bu ifadə B-nin qiymətinin asılı olmayaraq həmişə müsbət cavablar alacaq. B-nin özünü bilmirəm. B üstü 102-nin cavabını bilirəm. A üstü 101-in cavabı da mənfi olacaq. Üstü təkdirsə, demək A-nın özü də elə mənfi imiş. A-nın 100% tapdım ki, mənfidir. Bir də bura baxaq uşaqlar. A mənfidir, amma A üstü 102-nin cavabı müsbətdir. Müsbətə nəyə vurum ki, cavab müsbət eləsin? Müsbətə. B üstü 101-in cavabı müsbətsə, B-nin də demək cavabı müsbət imiş. A mənfidir, B müsbətdir. Hasilin sonu 0 olması üçün gərək vuruqlardan hər hansı biri 0 olsun. Yəni C-nin yerinə 0 qoyacağam. Bitdi. B ən böyükdür. Harada var? Sonra C-dir, sonra da A ən kiçik olduğu üçün, mənfi olduğu üçün cavab olacaq C bəndi.
A və B qarşılıqlı tərs ədədlər olarsa, A üstü 4, B üstü 5 üstəgəl A üstü 5, B üstü 4 ifadəsinin ola bilmədiyi tam qiymətlərinin sayını tap. Əvvəlcə ortaq vuruq çıxardacağam. A üstü 4, B üstü 4 ortaq vuruq çıxartdım. Qaldı B üstəgəl A. Başlayaq uşaqlar. 16-cı sual. Biraz maraqlı sualdır. Mən sizin üçün açmışam bunu. A üstü 4, B üstü 4 ortaq vuruq çıxartdım. B üstəgəl A qaldı. AB üstü 4 yazdım. Qarşılıqlı tərs ədədlər isə bilirsiniz də, qarşılıqlı tərs ədədlər nə deməkdir? A vurulsun B, hasili 1-ə bərabər olan ədədlər deməkdir, qarşılıqlı tərs ədədlər. AB 1 olduğu üçün 1 üstü 4-ün cavabı 1 deyəcək. Qaldı burada B üstəgəl 1. Maraqlı bir uşaqlar hissə yaranır burada. Maraqlı bir misaldır bu. İşimiz Koşi kişi ilə bağlıdır burada. Koşi teoremi nə idi uşaqlar? Koşi teoremi iki bilinməz bir ədəd haqqında, ədədlərin cəmi haqqında daha doğrusu bizə məlumat verir. Sadəcə sənə deyir ki, bu ədədlərin müsbətliyin və ya mənfiliyin mənə söylə. Mən sənə deyim ki, bu ədədlərin cəmi hansı aralıqda qiymət alacaq. Koşi teoreminə əsasən iki ədədin, deyək ki, bu ədədlər müsbətdir hər ikisi, A da sıfırdan böyük uşaqlar, B də sıfırdan böyük olarsa. Koşi teoremi deyir ki, bu ədədlərin ədədi ortası onların həndəsi ortasından böyük bərabərdir. Sadəcə biz bunu misala rahat gətirmək üçün A üstəgəl B böyük bərabər 2 kök 6 AB verir uşaqlar. Belə işləyirik. Deyir bu ədədlərin ədəd ortası, bu ədədlərin cəmi daha doğrusu, onların həndəsi ortasının 2 qatından böyük bərabərdir. Və əgər ədədlər mənfi olarsa uşaqlar, ki bizim misalda hansının müsbət, hansının mənfi olduğunu söyləməyibdir. Ona görə hər iki şərtə baxacağıq. Koşi teoreminə əsasən iki mənfi ədədin cəmi haqqında sən belə bir məlumata sahibsən ki, bu ədədlərin ədəd ortası kiçik bərabərdir həndəsi ortalarının mənfisindən uşaqlar. Bunu da misala uyğun versiya gətirsəm, iki ədədin cəmi kiçik bərabər olur mənfi kök 6 AB-dən uşaqlar. Siz AB hasilini qarşılıqlı tərs ədədlər olduğu üçün AB hasilini 1 bilirsiniz. Aparıb AB-ni yenə 1 qoysam, A üstəgəl B cəmi haqqında, əgər bunlar müsbətdirlərsə, bilməliyəm ki, 2 vurulsun 1, kök 6 1-dən 1 çıxırdı, onsuz 2-dən böyüklər. A üstəgəl B cəmi əgər mənfi ədədlər sayılırsa, mənfi 1-dən kiçikdirlər. Üzr istəyirəm, burada 2-yə vurmamışam, bunun çarpazı var. Mənfi 2-dən kiçikdirlər. Yəni A üstəgəl B mənfi 2-dən kiçik, mənfi 2-ni də ala bilər. Həmçinin 2-dən böyük, 2-ni də ala bilər. Belə bir qiymətlərə sahibdir. Ortadakı qiyməti uşaqlar, qoy onu qaralayım. Ortadakı qiyməti almayacaq. Ortada hansı qiymətləri var? Mənfi 1-i almır. 2 boy bir ədədin cəmi mənfi 1-i almayacaq. 0 ala bilmir. Bir də müsbət 1 ala bilmir. Əgər hər ikisi müsbətdirsə, bu qiymətləri ala bilmir. Hər ikisi mənfidirsə, yenə də mənfi 1, 0, 1-i ala bilmir bunların cəmi. Mənfi 1, 0 deyir tam qiymətlərin sayı. B üstəgəl A cəmi, liboy bir ədədlərin cəmi uşaqlar. Təbii ki, bu ədədlər qarşılıqlı tərs ədədlərdirsə, mənfi 1, 0, 1 arasında qiymət ala bilmir. Yəni 3 dənə qiymət ala bilməyəcək. Maraqlı bir sual uşaqlar, yeni sualdır. Belə bir uzun sual seçdim. ABC müsbət həqiqi ədədlərdir. AB ədədlərinin həndəsi ortası. Mən tez neyəcəm? A-nı B-yə vuracağam. Kök altına saldım. Həndəsi ortası x-dir. AB kvadratı uşaqlar. Kvarta qaldırsam hər tərəfi x-in kvartı verəcək. B və C ədədlərinin həndəsi ortası isə y-dir. Demək, B vurulsun C də sənə verəcək y-in kvadratı. A və C ədədlərinin həndəsi ortası z-dir. A vurulsun C bərabər uşaqlar z-in kvadratı. ABC ədədlərinin həndəsi ortasını, üzr istəyirəm, ədədi ortasını istəyir. Mən nə edəcəyəm? A üstəgəl B, üstəgəl C bölünsün 2-ni istəyir uşaqlar. Görək nə edə bilərik? Nə edək? Bunların hamısını bir-birinə vuraq, görək nə baş verəcək. Bir-birinə vursaq uşaqlar, demək A kvadratı vurulsun B kvadratı vurulsun C kvadratı bərabər x, y, z-ə. Dostlar, hər tərəfdən x kvadratı, y kvadratı, z kvadratı daha doğrusu. Hər tərəfdən kök 6 alsam uşaqlar, kök 6 çıxartdım. Demək, nə qalacaq? A vurulsun, B vurulsun, C bərabər x vurulsun, y vurulsun, z-ə. Mən uşaqlar bunları alt-alta bir-birinə vurdum. A-ya vurdum A kvadratı, B-ni B-yə vurdum B kvadratı, C-ni C-yə vurdum C kvadratı, x-in kvadratı, z-in kvadratı, y-in kvadratı isə sağ tərəfə yazdım. ABC hasili x, y, z-dir. Mənə lazımdır burada A-nı tapım, B-ni tapım, C-ni tapım, aparım burada bölgü yazmışam özdə, bölgü. Aparım burada yerinə qoyum. Və hesablayayım. Misalda ancaq x, y, z hərfləri var gördüyünüz kimi. Niyə edəcəyim? AB-nin yerinə uşaqlar birinci etapda, qoy bunu rəhli yazaq. AB-nin yerinə yazsam x-in kvadratı. Bax, buradakı AB-nin yerinə x-in kvadratı qoysam, x-in kvadratı vurulsun c bərabər x, y, z-ə. X-in birini xəsər aparsam, x, c bərabər y, z-ə. C-nin cavabına bərabər nə qaldı? Y, z bölünsün x. Bu oldu sənin C hərfinin cavabı.
Keçirəm başqa bir ifadəyə uşaqlar. İndi bu səfər AC-nin yerinə Z qoyacağam burada. A ilə C-nin yerinə Z kvadratı qoysam, vurulsun bir dənə B hərfi var. Bərabər X, Y, Z-dir. Z-in birini x-ə aparsam, B-nin cavabına qalacaq X, Y bölünsün. Bir dənə burada Z hərfi qalmışdı. B-nin cavabı hazırdır. Bir dənə uşaqlar, demək yeyəcəyəm. BC-nin yerinə Y qoysam, buradakı B və C hərfinin yerinə Y qoysam, Y-in kvadratı daha doğrusu qoysam, A vurulsun Y-in kvadratı bərabərdir X, Y, Z-ə. Y-lər getdi, qaldı X bərabərdir. X bərabərdir. Demək nəyə? X bərabər yox. B-ni tapmışam, C-ni tapmışam. A bərabərdə olmalıdır. A bərabərdir X, Z bölünsün Y. C hərfi tapdım uşaqlar. Apap sadəcə deyəcəyəm. Burada da ortasını istəyirəm yerinə qoyacağam. Demək, B-nin qiyməti budur. X, Y böl Z. Üstəyə gəl. C-nin qiyməti budur. Y, Z böl 2. 2 yox, üzr istəyirəm. X. Üstəyə gəl. Bir də bu ifadə. X, Z bölünsün Y. Bölməlisən üçün xahiş edirəm. Ehtiyatlı ol. Ortaq məxrəcə gətirəcəksiniz uşaqlar. Məxrəcə 300% var. Yəqin ki, cavab budur. Yəni, gəlsin üçün onu açıq-açıq işləyim. Hər üçün ortaq məxrəc sənə verəcək X, Y, Z. Bunun məxrəcinə Z var. X, Y vurulmalıdır. Olacaq X kvadratı, Y kvadratı. Üstəyə bunun məxrəcinə X var. Ehtiyacı var uşaqlar Y, Z-ə. Özünə bir dənə Y, Z olduğu üçün alınacaq Y-in kvadratı, Z-in kvadratı. Üstəyə bunun məxrəcinə Y hərfi var. X, Z-ə vurulmalıdır. X, Z vurulsun. X, Z olacaq X-in kvadratı, Z-in kvadratı. Məxrəcə uşaqlar bir də bölünsün 2 var idi. O da buna vurulacaq. Cavab olacaq. Hansı versiya? Cavab olacaq bu. Y bəndi. Belə bir sual var uşaqlar. A, B və C bir-birindən fərqli ədədlər olarsa, standart şəkildə yazılmış bu, demək, bu və bu ədədlərinin hasili standart şəkildə yazılanda tərtibin ən böyük qiymətində qiymətli hissəsi D olarsa, mənfi D ədədinin tam hissəsini tapın. Əvvəlcə uşaqlar buradan başlayıram. Standartsa həm A, həm C, həm də B ondan kiçik qiymətlər almalıdır. Yəni 9-a qədər qiymətlər almalıdır. Bunu bilməlisən. Və indi mənə deyir ki, bunların hasili də həmçinin standart şəklə gətir və orada artıq nəyisi tap. Onun sonrasını oxuyarıq. Bunları bir-birinə vuraq uşaqlar. Bunları bir-birinə vuracağam. A vurulsun, C vurulsun, B vurulsun 10 üstündə A plus B üstə gəl C uşaqlar. İndi mənə deyir, hasili standart şəkildə yazılanda tərtibinin ən böyük qiymətində qiymətli hissəsi D olarsa, mən burada ASB-nin yerinə 1-dən 10-a qədər 10 daxil olmamaq şərtlə bütün qiymətləri qoya bilərəm. Özü mənə deyir ki, ən böyük qiymətindən uşaqlar tərtibin ən böyük qiymət olması üçün geri ABC ifadəsinin yerinə ən böyük qiymət qoyum. Və burada bir-birindən fərqli qiymətlər deyir. Birinə 9, birinə 8, birinə 7 qoyacağam. Başlayaq. 9 vurulsun, 8 vurulsun, 7. Vurulsun 10 üstündə 9 üstəyə gəl, 8 üstəyə gəl, 7. Buranı hesablayaq. Belə bir şey aldıq uşaqlar. 504 vurulsun 10 üstü 24. Deyə bilərsən mənim tərtibdən böyük qiyməti 24-dür. Səhvdir. 24 deyil uşaqlar. Çünki bu sizin standart halınız deyil. Deyir, hasili standart şəklində yazılanda. Mən bunu standartlaşdıracağam. Boğuram 5-ə qədər. 5,4 yazdım. Və 2 vergül bunun üzərinə gələcək. Yəni 10 üstü 26 eləyəcək. Hal-hazırda bunun standart şəkildə tərtibi 26-dır. Mənə deyir ki, qiymətli hissəsi D olarsa, yəni 5,4-ün uşaqlar qiymətini D ilə ifadə edibdir. Bunu tapdım nəticə olaraq və sonda artıq iki başlı sualda tamamilə başqa bir sual verir. Deyir, mənfi D ədədinin tam hissəsini tapın. Yəni mənfi 5,4-ün tam hissəsi və kəsr hissəsindən gəldi çıxdı misalın sonu. Tam hissəsi mənfi ədədlərdə 1 var idi, artıqıdır. Mənfi 6. Kəsr hissəsi isə biz bunu soruşur uşaqlar, cavab yebəndir. Kəsr hissəsi necə olardı? 0,96 da bunun kəsr hissəsi olardı. Bu haqda məlumat istəməyib. A və B müsbət həqiqi ədədlərinin ədədi ortası 5-dir. A plus B bölünsün 2 bərabər 5. A plus B bərabər uşaqlar 10-dur. Həndəsi ortası isə 4-dür. Yəni A vurulsun B kök altında misalın cavabı 4-ə bərabərdir. O zaman AB hasili 16-dır. Mənə deyir, A kvadrat üstə B kvadratı adi Pifagordur. A üstə gəl B-nin kvadratı. Pifagor yox, müxtəsərdir. Çıxsın ki, AB. Bu ilə bunun cəmi 10-dur. 100 çıxılsın 2 vur 16. Yəni 100 çıxılsın 32 eləyəcək. Belə bir ifadə.
Ədədinin standart şəklində deyir göstərin. Uşaqlar, boğacaqsınız bura qədər. Çünki bilirsiniz ki, sənin qiymətli hissən 0 ilə 10 arasında yerləşməlidir. Onu ala bilməz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 3, 77 vurulsun 10 üstü 10 uşaqlar. A bəndə olacaq. Kök 6, 28 çıx 8 ədədinin kəsir hissəsini deyir tapman. Kəsir hissəni tapmaq üçün əvvəlcə tam hissə lazım uşaqlar. Tam hissəni tap ki, kəsir hissəni tapa biləsən. Kök 6, 28-dən kök çıxır təqribi olaraq 5 tam nə qədərsə, 5 tam nə qədərdən 8-i çıxanda uşaqlar 3 tam eləmir, xahiş edirəm, yandırmayın özünüzü. Eləyəcək mənfi 3 tam deyənlər var, yəni mənfi 3 tam deyil. Mənfi 2 tam nə qədərsə eləyir. Mənfi 2 tam nə qədər olan bir ifadənin tam hissəsi isə 1 vayda artığı tam hissəsi eləyir mənfi 3. Misal uşaqlar, tam hissəsi mənfi 3-dür. Kəsir hissəni tapmaq üçün ədədin özündən çıxacaqsan, çıxmalısan tam hissəni. Yəni kök 6, 28 çıx 8-dən xahiş edirəm, bax bura qədər yazıb gəlib burada korlayanlar var. İşarə səhv eləyərək korlayırlar. Çıxılsın tam hissən. Yəni çıxacaqsan mənfiçi. Bu mənfi gəlib deyəcək, bu mənfi olacaq üstə gəl. Kök 6, 28 mənfi 8 üstə gəl 3 mənfi 5 verəcək dostlar. Cavab olacaq D bəndi. Belə bir sadə misal da verə bilərdi. Deyərdi ki, 2 kök 6'nın tam hissəsini tap və ya kəsir hissəsini tap. Uşaqlar, bilirsiniz ki, birinci tam hissəni tapmaq lazımdır. Burada 2-ni vura bilmərsən kök 6'dan təqribi çıxartdığın qiymətə. Olmaz. 2-ni salmalısan içəriyə. 2 içəri girəcək 4 olaraq. 4'ü 6'ya vuracaqsan. Kök 6 24 eləyir. Kök 6 24'dən təqribi olaraq kök çıxacaq. Vot 5 tam olmaz. 4 tam nə qədərsə. Tam hissəsi 4 tam nə qədərdir? Kəsir hissəsi isə ədədin özündən çıxacaqsan tam hissəni. Belə bir sual. A-nı verib, B-ni verib, standart şəkildə vermiş ədədlərdə uşaqlar vurğulayıbdır. Yəni, M-in cavabı 0 ilə 10 arasında yerləşir, 10 ala bilmir. 2,6 da zaten göründüyü kimidir. M-in neçə natural qiymətində AB hasilinin tərtibi 8-ə bərabərdir. Tez bunları birinə vuracağam uşaqlar. M vurulsun 2,6, vurulsun 10 üstü, mənfi 16, 23, 10 üstü 7 eləyəcək. Çünki fıranda üstləri toplanır. Başlayaq uşaqlar M-lərin yerinə. Bir dəqiqə, mənə şərt deyir ki, hasilin tərtibi 8-dir. Mən halda baxıb görürəm ki, mənim tərtibim nə qədərdir? 7. Bunun 8 olması üçün nə etməliyəm? El etməliyəm ki, bu isə gərək biraz onu aşsın. Biraz onu aşmalıdır. Yəni 10 və yaxud da ondan böyük olmalıdır ki, 10 üstü 7 olmasın, 10 üstü 8 olsun. Çünki bunu istədiyi 8-dir. Mən M-in yerinə 1 qoysam, 1-i 2,6'ya vursam 2,6 eləyəcək. M-in yerinə 2 qoysam 5,2 eləyir uşaqlar. Hələ ki onu aşmır deyə bunları qəbul etməyəcəyəm. M-in yerinə 3 qoysam 7,8 eləyir. Bu da olmayacaq. 7,8 bu da olmayacaq. M-in yerinə 4 qoysam 108 eləyəcək. Artıq bu olacaq. 10,8 eləyir daha doğrusu. Artıq bu ödəyəcək. 4'dən sonra 5 ödəyəcək. Təbii ki, hamısı böyükdür. 6 ödəyəcək, 7 ödəyəcək, 8 ödəyəcək. Bəs hara qədər qiymətlər qoymalıyam? Axı birinci ifadədən bilirəm. M-in cavabı 9-a qədərdir. 9 aşa bilməz. 4, 5, 6, 7, 8 və 9 uşaqlar. Neçə dənə qiymət deyir? Neçə natural qiymətində? 1, 2, 3, 4, 5, 6 dənə natural qiymətində cavab olacaq B bəndi. Standart şəkildə yazılmış A ədədinin qiymətli hissəsi, standart şəkildə yazılmış B ədədinin qiymətli hissəsindən 2 dəfə kiçikdir uşaqlar. N bunun qiymətli hissəsidir, M bunun qiymətli hissəsidir. N daha kiçikdir, bu daha kiçikdir deyə mən N-i vuracağam 2-yə, daha kiçikdir, bunun köməyə ehtiyacı var, bərabərləşəcək M-ə. Bunu bilirəm. A ədədinin tərtibi B ədədinin tərtibindən 1,4 dəfə böyük olarsa, M çıxılsın 1 ədədi, tərtib budur. N üstəgəl 1 ədədindən 1,4 dəfə böyükdür. Demək, bu daha böyükdürsə, onda mən bunu vuraram 1,4-ə. Və M çıxılsın 1, N üstəgəl 1 vurulsun 1,4-dür. M-in yerinə uşaqlar mən 2N yazdım. 2N çıxılsın 1 bərabər 1,4 N üstəgəl 1,4. 1,4'ün attım bu tərəfə qaldı 0,6'ın. -1'i attım müsbət 1,4'ün yanına müsbət 1 olaraq gəldi. Oldu 2,4. 24'ün böldüm 6'ya 4 tapdım. N'in cavabı 4 isə M'in cavabı 8'dir və apardım burada yerinə qoydum, hesapladım. M çıxılsın 3N modulyar bir ifadə verib uşaqlar. İfadəsinin ən kiçik qiymətində. Modul ifadəsinin ən kiçik qiyməti bilirsiniz mənfi ola bilmir, ancaq 0 olur və yaxud da hər hansı bir müsbət qiymət ola bilər. Ala bilər daha doğrusu. Nə edəcəyəm? M çıxılsın 3N bərabər 0 şərtini bilirəm. Ən kiçik sözünə görə. -3N atsam 0'ın yanı olacaq. M-in cavabı bərabərdir 3N. Diğer şəklində yazılmış, standart şəkildə yazılmış A və B ədədlərinin hasilinin
standart şəkildə yazılışında qiymətli hissəsini ala biləcək ədədlərin cəmini tapın. Başlayaq. A-nı B-yə vuraram. Yenə hasil istəyir. M-i N-ə vuracağam. Qiymətli hissəni qiymətli hissəyə vurarlar. 10 üstündə M, N. Uşaqlar, mən M-nin yerinə elə qiymətləri qoymalıyam ki, üzr istəyirəm, toplanacaq. Bunlar da həmçinin 9-u aşmasın. 1, 2 qoya bilərəm. 1, 3 qoya bilərəm. 1, 4 qoya bilərəm. 1, 5, 1, 6, 1, 7, 1, 8, 1, 9. 2, 1'i qoymuşam artıq. 2, 2, 2, 3, 2, 4, 2, 5'i qoya bilmərəm. 3, 1'i qoymuşam. 3, 2'ni qoymuşam. 3, 3, 3, 4'ü qoya bilmərəm. 4, 1'i qoymuşam. 4, 2 ola bilər. Yazmışam onu artıq. Başqa nə var? 4, 3 ola bilməz. Yəni bundan sonra artıq qiymətləri olmayacaq. 3, 3, 3, 2'ni qoymuşam. 3, 3'ü qoymuşam. 3, 4, 3, 4 ola bilməz. Bundan sonra artıq qiymətlər olmayacaq. Alabiləcək qiymətlərin cəmini deyir tapın. A və B ədədlərinin hasilinin sənədləri yazılışında qiymətli hissəsini ala biləcək qiymətlərin cəmini tapın. 2, 3, 4, 5, 6, 7, 8, 9, 4, 5, 6, 9. Bu qiymətlər ola bilər uşaqlar. Mən burada uşaqlar nəzərdən nəyə qaçırtmışam? M bərabər 3 şərtini nəzərdən qaçırtmışam. M-in qiyməti N-in 3 qatı olmalıdır. Yəni bunları sileyim. N-nın qiyməti və M-in qiyməti. M daha böyük olmalıdır. N 1 olsa M 3 ola bilər. 2 olsa 6 olar. 3 olsa 9 olar. Standart şəklə çevirməliyəm indi. A vurulsun B hansı qiymətlər ala bilər? 3 vurulsun 1, 3 vurulsun 10 üstü 4 ola bilər. Standartdır. A vurulsun B ala bilər uşaqlar. 6 vur 2, 12 vurulsun 10 üstündə 8. 1,2 vurulsun 10 üstü 9 ola bilər. Və A vurulsun B hasilini hansı qiymət ala bilər? 9 vur 3, 27 vurulsun 10 üstü 9 üçün cəmi 12'dir. 2,7 vurulsun 10 üstü 13 ola bilər. Mənə deyir ki, qiymətli hissəsini ala biləcək ədədlərin cəmi 3 üstəgəl 1,2 üstəgəl 2,7 olacaq cavabımız. Yəni bildiniz də mən burada yemin bütün hallarını nəzərə almışam. Bu şərti yuxarıya qaldırmışam deyə görməmişəm. Yəni bu şərti unutmuşam. Keçdik tam cəbri ifadələrə. M1 və M2 bir hədlərinin hasilinin dərəcəsi 24'dür. Bu o demək ki, M2'nin qüvvətini toplayıblar bunları. Belə yazın, bilmirəm nə qədərdir. Qüvvətləri amma cəmi 24 imiş. M1'in dərəcəsi 8 olarsa demək M2'nin dərəcəsi uşaqlar 20 olacaq. Çünki 8-dən 20'nin cəmi 24 eləyir. Hansı bir hərfdə hansı çox hədli sual uşaqlar? Məxrəc olan çox hədli deyil. Daha doğrusu məxrəcdə hərf olan çox hədli sayılmır. Həmçinin bir hədli sayılmır. Hərfi var, tulla bunu tulla, sonra bunu tulla. Və uşaqlar, həm bir həddə, həm çox həddə hərflərin qüvvətləri mənfi ola bilməz. Bax, burada hərflər sözünü vurğuluyuram. Çünki ədədlərin üstündə mənfi ola bilər, problem yoxdur. Bu, onsa 1 bölünsün 2 verəcək. Məxrəc verəcək düzdür. Biz amma məxrəcdə rəqəm görə bilirik. Məxrəcdə rəqəmlərlə problemimiz yoxdur. Bizim məxrəcdə hərflərlə problemimiz var. Hansı çox həddidir? 2, 3 və 5. 2, 3, 5. B çox hədisinin dərəcəsi 4 uşaqlar. Bunun başına 4 yazdım. Q çox hədisinin dərəcəsi 10'dur. Hal-hazırda uşaqlar mötərizənin içərisinin qüvvəti, yəni dərəcəsi 10 verəcək və 2'yə vurulubdur. Olacaq Q üstü 20 və bir də vurulub uşaqlar çöldən Q-yə. Q üstü 10 yazdım. Vuranda isə üstə toplanacaq, qalacaq Q üstü 30. Bitdi. Belə bir uzun sual. A və B parametrlərin hansı qiymətində çox hədisinin standart şəkli yazılışında x4, x3 bir hədlərin əmsalları 1 olar uşaqlar. Deyəsən düşmüşlər o texnikaya bu. Vurub açacaqsın əvvəlcə hamısını. 2x'in kubunu mən uşaqlar vurub açıram. Səssiz. Sən saxlayıb özün baxa bilərsən. İşarəyə falan. Çox vaxt burada işarə səhv edirsiniz. Mən vaxt çox uzun olmasın deyə yazmadım. X üstü 4 və x üstü 3 bir hədlərin əmsalları deyir 1 olar. X üstü 3'ləri gəl tapaq. Burada var, burada var. Başqa yerdə yoxdur. Burada x üstü 3'ün əmsalı mənfi 12'dir. X üstü 3'ün əmsalı BA-dır. Müsbət BA. Bu misalın cavabının 1 olmasını istəyir. BA-nın cavabını o zaman 13 olmalıdır. Və x üstü 4'ün əmsalı 2A var burada. Başqa x üstü 4 əmsalı yoxdur. 2A-nın cavabı 1-dirsə, A-nın cavabına qalacaq 1 bölü 2. Yəni 0,5. Burada var, burada var, burada var. Və BA hasili isə B-ni vuracaqsan 2-də 1-ə. A-nın yerinə 2-də 1 yazdım. 13-dürsə, B-nin cavabı tənasübdən 26'dır. Cavab olacaq A bəndi.
Çox hədisinin dərəcəsi 90-a bərabər olarsa eni tapanı uşaqlar. İçərisinin qüvvəti haqqında məlumatımız yoxdur. Sadəcə 5-ə vurublar, 90 tapıblar. Mən 90-ı 5-ə böləcəyəm. Tapdım 18. İfadənin içərisinin qüvvəti 18 olmalı uşaqlar. İndi bilmirəm budurmu yoxsa budurmu. Təbii ki, vurma daha böyük olar. Mən qaranti üçün sənin üçün hər ikisini hesablayacağam. Bilmirsən də hansı böyükdür. 3n bərabər 18 isə n-in cavabı 6-dır. N yerinə 6 qoyanda ən böyük qüvvət bu çıxmalıdır. Görək çıxırmı? 3-dən 6 ilə 6 qoysam. 6-nın üçün cəmi 9. 3 6-ya vursam 18. Ən böyük qüvvət 18 çıxır. 18-i 5-ə vursam 90 edir həqiqətən. Yəni doğru cavab n-in 6 qiymətidir. Çoxhədlər deyir bərabər olarsa a üstəgəl b üstəgəl m üstəgəl k cəmini tapan. Uşaqlar solda x-in kvadratı 2k-dır. Madam ki bunlar bərabərdir. Onda sağda x-in kvadratı da həmçinin 2k olmalıdır. Yəni 6. K-nın cavabına 3 qaldı. Solda x-in əmsalı m hərfidir. Sağda uşaqlar x deyilən bir şey yoxdur. X-in kubu var, x-in kvadratı var. Bunlardan onsuz istifadə etmişəm. Yoxdursa uşaqlar yoxluğu 0 olaraq ifadə edəcəksəm. Solda sərbəst hədd, yəni yanında x olmayan ifadə 3b çıx 18-dir. Sağda yanında x olmayan ifadə yoxdur. Yoxluğu 0 olaraq ifadə edəcəksən. B-nin cavabına 6 qalacaq. Və uşaqlar burada x-in kubundan istifadə etmədim. Sağda x-in kubunun əmsalı 2a çıx 6-dır. Solda isə yanında x kubu duran bir ifadə yoxdur deyə yoxluğu 0-dan ifadə etdim. 2a bərabər 6-ya a-nın cavabına qaldı 3. Sizdən uşaqlar bunların cəmini istəyir. Cavab olacaq 12. A-nın hansı qiymətində dərəcəsi deyir 5 olan çoxhədli olar. Bu ifadə dərəcəsi 5 olan. Birinci sən nəyə bilməlisən? Bilməlisən ki, çoxhədli və bir hədlidə məhculların qüvvətləri, yəni yuxarı hissələr mənfi qiymət ala bilməz. A-nın yerinə 1, 2, 0, 3, 4-ü qoya bilərsiniz. 0 ola bilər qüvvət, amma mənfi ola bilməz. A-nın yerinə 4 qoya bilərəm. 4-dən uşaqlar böyük nə varsa hamısını qoyacağam. Burada isə uşaqlar kəsir ifadə veribdir. Məsələn, çoxhədli və bir hədlidə məxrəcdə hərf olmaz. Hərfin qüvvəti mənfi ola bilməz və hərfin qüvvəti kəsr ola bilməz uşaqlar. Mən burada A-nın yerinə qiymətləri qoymalıyam ki, misalın cavabı gəlsin 8-ə tam bölünsün. A-nın yerinə 2 qoya bilərəm. 2 buranı ödəmir deyə 2-ni götürməyəcəyəm. 3 qoysam 3 qoya bilərəm. 3 də buranı ödəmir, mənfi edir deyə 3-ü yaza bilmərəm. 4 olmaz. 5 qoya bilərəm. 5 ödəyir uşaqlar. 5 ödəyir. 5 çıx 1-in cavabı 24. 8 ödə bunu 2 eləyir. Amma dərəcə 5 alınmır da. Dərəcənin 5 alınması üçün belə eləyərəm. 8 bölünsün çıxılsın 1 bərabər 5-ə. Bilmirəm bu böyük yoxsa bu. Bir dəfə bunu böyük qəbul edəcəyəm uşaqlar. Bunu işləyəcəm. 8 bərabər 5a çıx 5. 13 bərabər 5a-ya. Nəsə, A-nın cavabı kəsirdir. Bunu tulla. Demək, A çıxılsın 4-ün cavabı 5-ə bərabər imiş. A-nın cavabına qalacaq 9. Həqiqətən A-nın yerinə 9 qoysaq 9-dan 4 çıxanda 5 eləyir. 9-dan 1-in çıxanda 8. 8-i 8-ə bölsək 1 eləyir. Ən böyük qüvvət 5 sayılmış olur. Belə bir yeni sual var. Px çoxhədisi üçün bunları falan veribdir. Deyir P1 üstəgəl P3-ün cavabını tap. Uşaqlar P1-in cavabını istəyir deyə mən aparacağam bir dəfə x-dən yenə 1 qoyacağam. Demək P1 x-dən yenə 1 qoyursan dostum ehtiyatlı ol. 1 üstəgəl 1 P2 bərabərdir. Apardım birləri yerinə qoydum. 2 üstəgəl 8 çıxılsın 3. Cavab eləyəcək 7. Bir də uşaqlar 3-ü tapmaq üçün x-dən yenə 3 qoysan, burada 3 alacaqsan, burada 4 alacaqsan. Çox dəxsiz olaraq böyüyür. Ona görə mən burada elə 3 yaranmasını istəyirəm deyə x-dən yenə 2 qoyaram. 2 üstəgəl 1 bunu istədiyi yaranacaq da uşaqlar. Davay aparaq yerinə qoyaq. X-in yenə 2 qoydun, ehtiyatlı ol. X-in yenə 2 qoymusan. P2 üstəgəl P2 üstəgəl 1 3 eləyəcək. P1-dən P3 var burada uşaqlar. P1 var, P3 var. X-dən yenə 2 qoy, bunu hesabla. Demək 2 vurulsun 4 üstəgəl 16 çıxılsın 3. 8 üstəgəl 16 24. 24-dən 3-ün çıxana 21 eləyəcək uşaqlar. P1 ilə P3-ün cəmi haqqında məlumat var. Bizdən P1 istəyir. Mən toplayaram bunları uşaqlar. Madam ki cəmlərini veribdir. Toplasam ya da toplamayayım. Qoy tərəf-tərəfə çıxım. Bunları tərəf-tərəfə çıxım. P2-lər islah getsin. Aşağıdan yuxarı çıxsın ya da yuxarıdan aşağı çıxa fərqi yoxdur. P1 çıxılsın P3 bərabərdir nəyə? 7 çıx 21 mənfi 14'dür. Bir də bunların cəmini veribdir. Tərəf-tərəfə toplasına cavab alınır da. Bu arada dostlar fərqi yoxdur. Nəsə mənim beynimə bu batdı. Misalın cavabı 18'dir. Tərəf-tərəfə neyiniyək? Toplayaq. P3'lər getsin. Qalacaq 2P1. Məndən P1 istəyirdi. Qaqraz gəlib cavabı tapacağam. 2P1 bərabər. Mənfi 14 ilə 18'in cəmi 4'dür. P1'in cavabına qalacaq 4'ün yarısı 2.
Gəldi maraqlı sualdır. Bunların hər birini işləyəcəyəm uşaqlar. Ən kiçik qiymət istəyir. Demək 9x kvadratı çıxılsın 6x. Üstəgəl nəyə ehtiyacı var ki, uşaqlar mötərizə kvadrat düsturu yaransın. Nəysə başına 2 qoya bilərsən. 9x kvadratı 3x'in kvadratıdır. 6x 3x'e bölsən 2 qalacaq. 2 də düsturun ikisidir. 2-ni 2-yə böldün, qaldı 1. 1-in kvadratına ehtiyacı var bunun sadəcə. Bir də misalın uşaqlar axırına çıxılsın 1 yazıram ki, bu ilə bu bir-birinin kompensasiya etsin. Misalı dəyişdirmiş olmayım. Y-in kvadratı çıxılsın 2y. Üstəgəl bunun nəyə ehtiyacı var? Üstəgəl 1-ə ehtiyacı var. Yenə çıxılsın 1 qoydum. Niyə üstəgəl 1-ə ehtiyacı var? Düsturun ikisinə bölsən 1 qalacaq. Bu y-də uşaqlar bu y-dir deyə. Yerdə qalır sadəcə 1-in kvadratı. 1-in kvadratı 1 elədiyi üçün sadəcə 1 yazdım. Üstəgəl misalda uşaqlar 19 var idi. Sadəcə 1-in çıxdım, bir dəfə də 1-in çıxdım. Qaldı 17. Nə qaldı burada? Demək 9x kvadratı çıx 6x üstəgəl 1-in əvəzinə yazacağam 3x çıx 1-in kvadratı. Mənim niyyətim onsuz da bu idi. Belə göstərməkdir. Üstəgəl bunu isə y çıxılsın 1-in kvadratı olaraq yazacağam. Üstəgəl 17. Kvadratların ən kiçik qiyməti uşaqlar modullarda olduğu kimi 0-dır. 0 üstəgəl 17 cavab eləcək 17. İkinci suala 4x-in kvadratı veribdir. 4x-in kvadratı nəyəsə ehtiyacı yoxdur. Onsuz da 2x-in kvadratıdır. Ən kiçik qiyməti 0-dır. Görürsünüz uşaqlar ən böyüyünü soruşa bilmir burada. Üstəgəl 9y kvadratı üstəgəl 6y. Bunun üstəgəl 1-ə ehtiyacı var. Bir də çıx 1 yazıram. Bir də misalda üstəgəl 3 var idi. Buna toxunma. Bu ifadə sənə verəcək demək yazımda 2x-in kvadratı üstəgəl 3y üstəgəl 1-in mötərizə kvadratı mənfi 1-dən 3-ün cəmi eləyəcək müsbət 2. Bunlar getdi 0-a çünki kvadratların ala biləcəyi. İstəyir kvadrat qoysun, istəyir uşaqlar üstünə hər hansı bir cüt qiyməti qoysun. Üstü cüt olan ifadələrin ala biləcəyi ən kiçik, ən minimal qiymət 0-dır. Çünki mənfi ala bilmirlər. 0 üstəgəl 2 cavab eləyəcək 2. Üçüncü sualda eyni şeyi tətbiq etməyə çalışsan, sadəcə burada düstur olaraq yığmalıyam da. Mən bir dənə uşaqlar tez bunları t ilə əvəzləyim. Olacaq t-nin kvadratı. Misal uzun görsənməsin deyə t ilə əvəz etdim. Üstəgəl 8-dir, üstəgəl 18. Bu misalda həmçinin nəyəsə kvadrat olaraq göstərməlisən. T kvadrat üstəgəl 8t, üstəgəl düsturun ikisinə böldüm, qaldı 4. 4-ün kvadratı 16 eləyir. 18 uşaqlar 16 üstəgəl 2 olaraq parçalaya bilərdin. Bu ifadə sənə verəcək t üstəgəl 4-ün mötərizə kvadratı üstəgəl 2-yə. İçərisinə diqqətli bax ha, içərisində kvadrat olmasın. İçərisində kvadrat falan yoxdursa bunların başında, əsas da bunun başında. Bu ifadə getdi 0-a. Ən kiçik ala biləcəyi qiymət 0-dır. 0 üstəgəl 2 eləyəcək 2. 4 eynisidir. 5-ci sualda bax, bayaq buna deyirdim. Bax, gör, içərisində kvadrat olmasın. Əgər uşaqlar ax üstücüd hər hansı bir qiymət üstəgəl b veribsə, bu ifadən ala biləcəyi ən kiçik qiymət b-dir. Əgər çıxmasın veribsə, uşaqlar çıxmasın veribsə, onu bu ifadən ala biləcəyi ən kiçik qiymət 0-dır. Bax, məsəl üçün, burada çıxma veribdir. Mötərizənin içərisində ala biləcəyi ən kiçik qiymət 0-dır. 0-ın kvadratı 0 eləyəcək. Burada toplama verdiyi üçün uşaqlar 7-nin kvadratı 49 eləyəcək. 49 üstəgəl 0, çıx 24, 25 eləyəcək. Eynisini işləyək. Toplama veribdir. 4-ün kvadratı, üzr istəyirəm, 2-nin kvadratı 4. Bu isə 0-dır. 0-ın kvadratı 0, üstəgəl 19 da var. Misalın cavabı 23-dür. Bu uşaqlar birinci, ikinci suallara bənzəyir. Bəli, bunlara bənzəyir. 6-cı suala gəl baxaq. Görə neyə bilərik? Burada. A kvadratı 2AB. Bu B kvadratını mən parçalamaq istəyirəm. Demək, necə yazaq? 2AB çıx A kvadratı, çıx B kvadratı, çıx B kvadratı üstəgəl 4B olaraq yazıram uşaqlar. Bu mənə düstur verəcək. Demək, nə düsturum verir? Mənfini çıxartsam çölə. Mənfini çölə çıxarsam. A kvadratı üstəgəl çıxılsın, daha doğrusu bunun mənfisi yoxdur axı, üstəgəldir. Mənfini çıxartdım çölə 2AB verdi. Üstəgəl B kvadratı. Bunun gəlin mənfini çıxardaq. B kvadratı çıxılsın, 4B qalsın. Bu artıq hazır müxtəsərdir uşaqlar. A çıxılsın, B-nin kvadratıdır. Ala biləcəyi uşaqlar qarşı mənfisi vardı ya. Ala biləcəyin böyük qiyməti 0-dır. Əks halda mənfilər alır, çıxılsın. Bunu amma düstur olaraq yığmamışam. Gəlin buna baxaq. B kvadratı çıxılsın, 4B. Üstəgəl nəyə ehtiyacı var? 4 ehtiyacı var. Bir də çıxılsın 4 yazdım. Mötərizəni bağla. Buranı gəl sənin üçün açıq-açıq yazım. A çıxılsın, B-nin kvadratı. Çıxılsın, B kvadratı çıxılsın, 4 üstəgəl 4 yığacağam. B çıxılsın, 2-nin mötərizə kvadratı olaraq. Bir də çıxılsın 4-ü var, ehtiyatlı ol. Bura getdi 0-a uşaqlar. Bu da getdi 0-a. Mənfi 0 eləyəcək 0 çıxılsın. 0 çıxılsın 4 mənfi 4 eləyir. 0-dan mənfi çıxana cavab eləyəcək 4.
8-ci sualı sənə xahiş edəcəm. Yaz batarsan mənə, yaza bilməsən mən izah eləyərəm. 9-cu sualda uşaqlar üstü cütdür. Misalın cavabı 5-in kvadratı 25-dir. Üstü cütdür, həm də toplama var da. Toplama var deyə 4-ün kubu 64-dür. 25 üstəgəl 64. Üstəgəl çıxmadı deyə ifadənin cavabı 0-dır. 0-ın kvadratı 0 eləyəcək. Cavab eləyəcək 89. Buna uyğun B hərfinə misal işləmişik. A və B natural ədədləri üçün modulda 3A çıxılsın 5B ifadəsinin ən kiçik qiymət aldığını bilərək, bu yetimin ala biləcəyi ən kiçik qiymət 0-dır uşaqlar. 3A çıxılsın 5B bərabər 0-dır. 3A bərabər 5B'dir. A-nın qiyməti 5-dir, B-nin qiyməti isə 3-dür. 48 bölünsün A üstəgəl B ifadəsinin ala biləcəyi böyük qiymət. Mən əslində bura 5 və 3-ün mislərinə qoya bilərəm. Kəsr ifadənin ən böyük qiymətini istədiyi üçün məxrəcin cavabına ən kiçik qiymət qoymalıyam. Yəni 3 ilə 5-in cəmi 8 qoyacağam. Cavab olacaq 6. 11 eynisidir. 12-ci sual. A kartı çıxılsın 4A falan filan veribdir. Ən böyük qiymətini deyir tap, ən kiçik qiymətini tap. Uşaqlar, ən böyük qiymət mənfi D bölü 4A-dır. Həmçinin ən kiçik qiymət də mənfi D bölü 4A-dır. İfadəsinin uşaqlar ən böyük və ən kiçiyi. Sadəcə əmsalı müsbətdirsə ən kiçik qiymət olacaq. A əmsalı müsbətdirsə burada ən kiçik qiymət üstü olacaq uşaqlar bu düstur. A əmsalı mənfidirsə ən böyük qiymət üstü olacaq. Əgər desədik ki, burada verib baxın. A-nın hansı qiymətində? Həmişə x-i deyirik. Bizdə misal x-in asılı deyil deyə. Əgər desək ki, A-nın hansı qiymətində filan şey alır, onda mənfi bölünsün imkanı yoxlayacaqsan. Bir dənə gəl birinci bənd üçün yoxlayım, yerdə qalan sən idi. Mənfi bölü 2-ni tətbiq edərsəm, bunun B-si mənfi 4 olacaq. Müsbət 4 bölü 2 2 verəcək. A-nın 2 qiymətinə uşaqlar bu ifadə ən kiçik qiymət alır. Bu deyil, bunu ən böyük yazıb. 1-ə gedəcək D bəndi. Apar birdən mənfi D bölü 4A-nın cavabını tap. Mənfi D bölü 4A-nın cavabını tapmaq üçün diskmata falan girməyəcəm, özümü yormayacam. Mənfi bölü 2A-nın cavabını aparacaq qoyacam misalda x-lərin yerinə. Yenə deyirəm, misalda bizdə x-lər deyil, A-lardır. A-nı yenə 2 qoysam 4 çıx 8 mənfi 4. Elə bir qiymət də yoxdur. Mən də uşaqlar bu 14-dən işləmək istəyirəm. Ən böyük qiymət istəyir, ən kiçik qiymət istəyir. Ən böyük qiymət və yaxud ən kiçik qiymət haqqında məlumat istəyir. Kvadratik tənliyin A əmsalı bizdə də A əmsalı P çıxılsın 3-dür. P çıxılsın 3 uşaqlar həm ən böyüyünü yoxlayacağam, həm ən kiçiyini yoxlayacağam. Kvadratik tənliyin əgər A əmsalı 0-dan böyüdürsə, bu ifadənin uşaqlar ən kiçik qiyməti olur. P 3-dən böyüdürsə, yəni 3-dən müsbət sonsuzluğa qədərdirsə, 3-dən müsbət sonsuzluq arasında daha doğrusu bu ifadənin ən kiçik qiyməti var. Hər ehtimala ən böyük qiyməti araşdıraq. P çıxılsın 3, 0-dan kiçik olsa bu ifadənin ən böyük qiyməti var. Yəni P kiçik 3 olsa, yəni mənfi sonsuzdan 3-ə qədər ifadənin uşaqlar ən böyük qiyməti olacaq. Kvadratik tənliyi eləyən ifadəni yox etsəm, yəni bu A əmsalı var ha, P çıxılsın 3-ü. P-ni yenə 3 qoysam, P çıxılsın 3 bərabər olacaq 0. Onda burada nə əki-qıdan, nə əbi-qıdan danışmaq olar. P-ni yerə 3 qoyanda ən böyük qiymət və ən kiçik qiymət yoxdur uşaqlar. Gəlmədən versiyalarını quraşdıraq. 3-dən müsbət sonsuzluğa o yoxdur. Mənfi sonsuzluq 3 o var. Ən böyük qiymət alır özdə, bəli, doğrudur. 1-ə getdi Y bəndi. Ən böyük qiymət alır deyirdi. Bir də P bərabər 3 olduqda ən böyük qiymət və ən kiçik qiymət yoxdur. Çünki uşaqlar kvadratik tənliyi eləyən bax bu 2 var ha. P-nin 3 qiymətində 3-dən 3-ü çıxacaqsan 0 eləyəcək. 0 da kvadratına vardan 0 eləyəcək. Yəni kvadratik tənliyi olmayacaq, artıq xətti tənliyi olacaq. Bir də 1-ə getdi Y ilə D. Keçirəm uşaqlar ikinci həllə. İkinci bəndin həllinə. İkinci bənddə də yenə eyni qaydada P kvadrat üstəgəl 9-u bir dəfə 0-dan böləyəcəksən. P kvadrat uşaqlar olacaq mənfi 9-dan bölü. Bu onsuz da həmişə ödəyən bir şeydir. Bu 70-in uşaqlar ala biləcəyi ən kiçik qiymət 9-dur. 9-dan kiçik qiymət ala bilmir. Yəni bu ifadə mənfi ola bilmir. İfadənin cavabı uşaqlar həmişə müsbətdirsə, bu ifadənin həmişə P-nin yerinə qoyursan qoy. Misalın uşaqlar həmişə ən böyük qiymət olacaq. Ən böyük qiymət olmalıdır. İfadənin, üzr istəyirəm, ən kiçik qiyməti. A əmsalı əgər müsbətdirsə, ifadənin cavabı həmişə ən kiçik qiymət alacaq. Həmişə ən kiçik qiymət. Uyğun gəlir uşaqlar sadəcə ən böyük qiymət verməyibdir. Ən kiçik qiymət. Belə bir aralıq yoxdur bizdə. C-ni yazmışıq, yeni yazmışıq. D bəndə uyğun gəldi. İstəyir burada P-ni yerə mənfi qoysun uşaqlar. Çarşdırmaq üçün veribdir. P-ni yerə istəyirsən milyon qoysun burada. Fərqi yoxdur. Həmişə ən kiçik qiymət olacaq. P-ni yerinə qoysan qoy. 2-yə getirdi D bəndi. Üzr istəyirəm. Bura Y və C yazmalıydım. Səhv yazmışam. Y və C. Və üçüncü bəndə baxaq. P üstəgəl 3-ün cavabını
Həm sıfırdan böyüyəcəyəm. P -3-dən böyüdür. -3-dən müsbət sonsuzluğa var uşaqlar. Sıfırdan böyük dedim deyə ən kiçik qiymət olmalıdır. 3-ə getdi V bəndi. Hansı bənd qaldı? A bəndi onsuz da heç birindən getmir. İşim qurtardı. Bir də bunun qoy hər ehtimala yoxlayım. P üstəgəl 3 sıfırdan kiçikdir. P -3-dən kiçik olanda uşaqlar ifadənin ən böyük qiymət olmalıdır. Mənfi sonsuzluq -3 versiyası yoxdur zaten. 1-ə Y-si, 2-yə D, 3-ə B getdi uşaqlar. A bəndi heç birindən getmədi.